Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. As-salatu vesselamu ala Resulillahil amin. Ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşlerim, her birinizi hoş gördük. İlk önce alemlerin Rabbi olan Allah'a şükür eləyib, həmd eləmək lazımdır ki, Allah Teala bizi qardaş edib din üzərində. Allah Teala buyurur ki, Peyğəmbər Muhammed sallallahu aleyhi ve selleme "Lev enfaqta ma fil ardı cemi'an ma ellefte beyne qulubihim." Əgər sən yer üzərində olanların hamısını xərcləsəydin, onların qəlblərini birləşdirə bilməzdin. "Velakinnallaha ellefe beynehum innehu azizun hakim." Lakin Allah onların qəlblərini birləşdirdi. Yəni möminlərin qəlblərini Allah Teala birləşdirib. Elm əhli buyurur ki, möminlərin qəlblərini Allah Teala nəyin üzərində birləşdirib? Tövhidin və sünnətin üzərində. Yəni la ilahe illallah Muhammed Rasulullah sallallahu aleyhi ve sellem şəhadətin üzərində birləşdirib Allah Teala. Həmçinin elm əhli buyurur ki, çoxlu mal xərcləmək, hədiyyələr vermək və s. bu kimi şeylər səbəb ola bilər qəlblərin birləşməsinə, lakin əsas şey deyil, onlar qəlbləri birləşdirmir. Hətta bəzən görürsən fəsad olur. Birinə çox, birinə az, birinə yaxşı, birinə zəif versən insanların qəlbində nifrət oyanır. Lakin Allah Teala hikmətindəndir ki, özü elə bir şeyin üzərində birləşdirib ki, bizim qəlbimizi tövhid və sünnətdir. Allahdan istəyir ki, Allah Teala bizi tövhidin və sünnətin üzərində yaşatsın və həyatımızı bunun üzərində ən gözəl şəkildə sonlandırmağı nəsib etsin. Dəyərli qardaşlarım, Əhl-i-Sünnə vəl-Cəmaənin şeyxlərindən, sələfi şeyxlərdən və böyük alimlərin tələbəsi olmuş Şeyx Rabi Rahiməhullah, həmçinin Şeyx Ubeyd Rahiməhullahın tələbəsi olan Şeyx Arafat Əl-Muhammedi Hafidəhullah, hamınız tanıyırsınız. Onun bir neçə nəsiyyəti var qəlbin istiqamət üzərində olması barədə, qəlbin doğru olması barədə bir neçə nəsiyyəti var. İstəyirəm onu həm özümə, həm də siz qardaşlarıma xatırladım. İlk öncə onu demək istəyirəm ki, Allah Teala ağsaqqallara bərəkət versin. Biz elhamdülillah Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemdən öyrənmişik ki, o deyir ki, İnnə el-barakətu ma'a akabirikum. Bərəkət sizin böyüklərinizdədir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədisdə bildirir ki, Leysə minnə mən ləm yarhəm sağirana və ləm yuvaqqir kəbirana. Bizdən deyil o kəs, yəni bizim sünnəmiz üzərində deyil o kəs ki, kiçiklərimizə rəhmət eləmir və böyüklərimizə hörmət eləmir. Bizim, əlhəmdülillah, ağsaqqalımız, hamımız məndən yaxşı tanıyırsınız. Mənim də sizin də şeyximiz olan Mirağəmin yanında danışmaq bizə yaraşmaz. Lakin xeyirdən məsləhət görür, biz də danışırıq inşallah. Allah həmd olsun. Dəyərli qardaşlar, Şeyx Arafat buyurur ki, Əfidəhullah, Aslihu qulubəkum, qəlblərinizi islah edin. Təstəqim əlsinətukum, dilləriniz də düzəlsin. Qəlbinizi islah edin, dilləriniz də düzəlsin. Sonra buyurur ki, və təstəqim cəvarihukum, həmçinin əməlləriniz də islah olsun. Lə buddə minəl inayəti bi islahil qulub, qəlbin islahına diqqət eləmək lə buddə və vacibdir. Və necə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm Nu'man ibn Bəşirin rivayətində deyir ki, Ələ və innə fil cəsədi mudğa. Bilin ki, bədəndə bir dənə ət parçası var. İdə saləhət saləhəl cəsədu kulluhu. Əgər o ət parçası salamat olarsa, doğru olarsa, bütün bədən salamat olar. Və in fəsədət fəsədəl cəsədu kulluhu. Əgər o parça, ət parçası fəsad olarsa, bütün bədən fəsad olar. Sağlam olsa sağlam olacaq bütün bədən, fəsad olsa, xarab olsa bütün bədən fəsad olub xarab olacaq. Hansı da ət parçası dəyərli qardaşlar? Peyğəmbər sallallahu aleyhi ve sellem özüdür ki, Ələ və hiyəl qalb, bilin və agah olun. Xəbərimiz olsun ki, o nədir? Qəlbdir. Qəlb. İnsanın qəlbi istiqamət üzərində olsa, bütün əzaların ən əsasından dəyərli qardaşlar, necə Şeyx Arafat buyurur, hansıdır? İnsanın dili. Dil islah olacaq.
əllər, ayaqlar, gözlər, qulaqlar islah olacaq. Şeyx səbəblər qeyd edilir qəlbin islahı üçün, buyurur ki, birincisi, iltizam-i sıdq, sadiqlik olmaq qəlbin islahı üçün ən böyük səbəblərdəndir. Sadiq olmaq, insanın sadiq olması, doğru danışan olması qəlbinin islah olmasının səbəblərindəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm, hansı ki hədis İbn Məsuddan gəlir və İbn Məsud dəyərli qardaşlar, Hicrətin 32-ci ilində vəfat eləmiş sahabələrdəndir. Kimin yadında qalsa yaxşı olar. Hicrətin 32-ci ilində vəfat eləmiş sahabələrdəndir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, aleykum bis sıdq, sadiq olmaq sizə vacibdir. Fə innə sıdq, sadiq olmaq, doğru olmaq, yəhdi iləl bir, aparır insanı təqvalı olmağa, salih əməllərə. Və innəl bir, yəhdi iləl cənnəti, o təqva, o xeyir aparır hara? Cənnətə. Sonra buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, وَمَا يَزَلُ الرَّجُلْ يَسْتُقْ وَيَتَحَرَّ الصِّدْقِ, bir qul sadiqliyə o qədər davam edər ki, o qədər sadiq insan olar ki, sözündə, əməlində, gizlinində, aşkarında, ən birinci kiminlə sadiqliyi dəyərli qardaşlar? Aləmlərin Rəbbi olan Allahla. Aləmlərin Rəbbi olan Allahla sadiqliyin yoxdursa, Allaha ibadətin, itaətin yoxdursa, Allah üçün yalanı tərk etmirsənsə, insanlara verdiyin vədə doğru çıxsan da sən Allah qatında sadiqlərdən sayılmırsan. Əsas Allahla sadiq olmaq, əsas Allahla əxlaqlı olmaq, ona heç bir şey şərik qoşmamaq, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsində üzərində olmaq, əsl sadiqlik budur. Allah təala deyir ki, ya eyyuhellezine amenu ittaqullaha və kunu ma'as sadiqin. Ey iman gətirənlər, Allaha inananlar, Allahdan qorxun və sadiq insanlarla bir yerdə olun. Əsas sadiqlik dəyərli qardaşlar Allahlandır. Əsas sadiqlik dildə olur. Əsas sadiqlik insanların içində deyil, Allahla tək qalanda olur. Salih sələflərdən birinə sual verirlər ki, görəsən mən münafiqlərdənəm yoxsa yox. Deyir, tək qalanda namaz qılırsanmı? Deyir ki, bəli, deyir, get səndə münafiqlik yoxdur. Yəni Allahla tək qalanda ibadət eləyirsənsə, sadiqlərdənsən inşallah. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qul sadiqliyə o qədər davam edər ki, hətta Allah qatında onun üçün sıddiqan, sadiq yazılar. Yəni Allah qatında bəlkə də sənin üçün yazılıb ki, sən sadiq insanlardansan. Allah qatında Əhməd üçün, Muhammed üçün, Abu Bakır üçün, Həmzə üçün misal olaraq yazılıb ki, sadiq insandır. Bəlkə onlardan sənsən. İnşallah sən də varsan orada. Niyə görə? Allah üçün kəzibi, yalanı tərk edirsən. Allah üçün nifaqı tərk edirsən. Allah üçün gözlərin xəyanətini tərk edirsən. Allah təala bilir. Ona görə həmçinin Şeyx buyurur ki, Hafizahullah, qəlbin istiqamət üzərində olmasının əsas səbəblərindən biri də ixlaslı olmaqdır. Bütün əməllərdə, istər gizlində, istər aşkarda, istər sözdə, istər zahiri əməllərdə, istər qəlbi əməllərdə sənin məqsədin aləmlərin Rəbbi olan Allahı razı salmaqdır. Allah Teala buyurur ki, Ələ lillahi dinul xalis. Xalis din Allaha məxsusdur. Bütün əməllərində aləmlərin Rəbbi olan Allahın razılığını güdməlisən. İnsanların razılığı, qonum qonşunun razılığı, yoldaşların razılığı, qohumun, əqrabanın razılığı deyil. Allahın razılığı. Və ridvanun minallahi əkbar. Buna görə əsas Allahın razılığı lazım, dəyərli qardaş. Çünki Allahın razılığı ən böyüdür. Əsas o razı olsun. Necə Ayşə anamızın rivayətində gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Kim Allahı razı salsa, insanlar ona qəzəblənsə də, Allah ondan razı qalacaq, ona razı insanları da ona razı salacaq. Bax, buna görə əsas Allahın razılığıdır. Allahın razılığı üzərində edəcəksən salih əməlləri. Həmçinin Allah Teala başqa bir ayda buyurur ki, وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ دُونَ حُنَفَاءَ. Əl-əyə. Halbuki onlara əmr olunmuşdu ki, bütün dini Allaha məxsus edərək kimlər kimi? Həniflər kimi. Kimdir həniflər dəyərli qardaşlar? Hənif kimə deyilir? Sual. Gənc qardaşlar. Kim bilir hənif kimə deyilir?
Hənif, əhsən. Ən birinci hənif kimdir? İbrahim əleyhissalam. İnnə İbrahimə kənə ümmətən. Həqiqətən də İbrahim tək bir ümmət idi. Qanitən. Yəni tək bir adam idi öz vaxtında. İtaətdə davamlı idi. Allaha davamlı itaət edərdi. Bezməzdi. Allah bizi ıslah eləsin. Sünnələri bəzən yerinə yetirib, bəzən tərk edirik. Davamlı itaət edən biri idi. Hənif idi. Yəni şirkdən bütünlüklə tək Allaha ibadət eləməyə meyl eləyən Allahın həmin dövrdə ən əfsəl quluydu. Hənif. Allaha həniflik üzərində ibadət eləyən quluydu. Allah təala deyir ki, onlara əmr olunmuşdu ki, İbrahim kimi, İshak kimi, Yaqub kimi, Muhammed sallallahu aleyhi ve sellem kimi bütün dini Allaha məxsus edərək ona ibadət eləməyə əmr olunmuşdur. Əgər bugün sən Allaha ixlas üzərində ibadət edirsənsə, Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsi üzərindəsənsə, Allah sənin haqqında Quran-ı Kərimdə yüzlərlə ayələr nazil edib. Allahın xoşbəxt qulusan, çünki tövhid əhlisən. Həmçinin Şeyx buyurur ki, Hafizahullah, qəlbin istiqamət üzərində olmasının səbəblərindən biri də davamlı olaraq Allah Teala tövbə eləmək, istiğfar eləmək, dəyərli qardaşlar. Allaha demək ki, əstəğfirullah və ətubu ileyh. Allahdan bağışlanma diləyirəm və ona dönürəm, tövbə eləyirəm. Əzəmətli kəlmədir, dəyərli qardaşlar. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah sizdən birimizin tövbəsinə işsiz səhrada yeməyi, içməyi, bütün əşyaları miniyinin üzərində olan bir kimsənin miniyi itirəndən sonra ölümü gözləmək qorxusundan xilas olub sevinməyi ki var, Allah o qulun sevinməyindən də bir qulunun tövbə eləməsinə daha çox sevinir. Təsəvvür elə, adam gözləyir ki, nə vaxt öləcəm. Ölüm qorxusundan xilas olan adamın sevincini təsəvvür eləmək olmur. O necə sevinər? Muhammed sallallahu aleyhi ve sellem izah eləyib bizə, başa düşdüyümüz misallarla. Deyir ki, Allah onun sevincindən də daha çox qulunun tövbəsinə sevinir. Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, tubu ilallahi tövbətən nasuhə. Allaha tövbə edin. Necə tövbə edə? Ya Rab, sən bizdən necə tövbə istəyirsən? Tövbətən nasuhə. Səmimi, qəlblə, tək dillə yox. Dilin desə ki, əstəğfirullah, qəlbində də peşmançılıqla. Necə Muhammed sallallahu aleyhi ve sellem eləyirdi elə. Sahabələr deyirlər ki, gündə 70 və ya 100 dəfə istiğfar eləyərdi. Baxırdıq ona, deyirdi ki, o əyləşəndə içimizdə estağfirullah, estağfirullah, estağfirullah və tubu ileyh tövbə eləyirdi. Hansı ki, heç bir günahı yox idi. Bağışladıq, keçmiş, gələcək, indiki bütün günahlar bu. Ayşə anamız deyir ki, sən nə üçün bu qədər tövbə edirsən? Sən nə üçün bu qədər ibadət edirsən? Axı sən bizim kimi deyilsən. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Əfələ əkunu abdən şəkura. Məgər mən Allaha şükür eləyən bir qul olmayım mı? Tövbə eləmək, ibadət eləmək, gecələri Allah üçün dik qalmaq, gündüzləri Allah üçün oruç tutmaq, malından nəfsivə ağır gəlsə də Allah üçün xərcləmək, sənin Allaha olan ibadətivin və qulluğun, şükrüvün tamamındandır. Necə Şeyx Muhammed İbn Qalib Ömər Hafizahullah bunu da qeyd edir. Tövbə dəyərli qardaşlar, qiyamət günü qulun əməl dəftərini doldurur. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədisdə bildirir ki, Tubə limən vəcədə yevməl qiyaməti fi sahifəti istiğfaran kəsira. Müjdələr olsun o qula ki, qiyamət günü əməl dəftəri açılanda orada çoxlu istiğfar görəcək. Əstəğfirullah kəlmələri və digər zikirlər. İstiğfarın dəyərli qardaşlar, əzəmətli faydası var. Hətta günah etməsən belə istiğfar eləməlisən. İstiğfar eləməlisən. Çünki istiğfar tək günah eləyənlərə aid deyil. Tək günah eləyənlərə aid deyil. İstiğfar Allaha səmimiyyətdir. İstiğfar Allaha qarşı təvazükarlıqdır. Allahın qarşısında özünü alçaltmaqdır, zəlil göstərməkdir. Ümumən bütün ibadətlər, ibadətin şərii tərifi dəyərli qardaşlar. Kim deyə bilər ibadətin şərii tərifi? Əhsən, sevir. Sevir Allah Teala. Allah Teala sevdiyinə görə sən onları eləyirsən. Allah səndən sevdiyi bir şey sən eləyirsən. Həmçinin dəyərli qardaşlar, Şeyx buyurur ki, Hafizahullah, qulun
qəlbinin doğru yol üzərində olmasının səbəblərindən də biri davamlı şəkildə Allah Taala'ya dönmək, Allahı xatırlamaq, gizlində, aşkarda Allahı zikr eləmək, qəlbin Allahla olması, Allahla aram tapması, Allahın kitabı ilə Allaha yaxınlaşaraq qəlbi rahatlaşdırmaq. Əsas qəlbin istiqamət üzərində olmasının səbəblərindəndir. Allah Taala deyir ki: "Və anibu ila rabbikum və əslimu lehu." Rəbbinizə dönün. Dön Allah Taala'ya tək qalanda, evində olanda çəkil bir otağa, Allahla tək qal. Gün ərzində etdiyin əməlləri Allaha ərz elə. Yaxşılar üçün sevin, şükür elə, pislər üçün tövbə elə. Özünü Allah Taala ərz elə. Vallahi dəyərli qardaşlar, elm əhli deyir ki, hər bir qulun əməlləri salih olmaqlarına baxmayaraq Allahla gizlini olmalıdır. Ola bilər o gizlin sədəqə olsun, oruc olsun, zikr olsun, tövbə olsun. Nə olursa olsun Allahla sənin aranda bir ibadət olsun. Və onu insanlar bilməsinlər. Bizdən əvvəlki salihlərin hər birisində bu əməllər var idi. Həmçinin Şeyx Hafizahullah buyurur ki, 5-ci qəlbin istiqamət üzərində olmasının səbəblərindən də biri muraqabətullahi cəllə və alə. Allahın nəzarətini hiss eləməkdir. Hər bir insan hiss eləməlidir ki, onu yaradan Allah o harda olursa olsun onu görür. Təsəvvür elə, sən biləndə ki, Allah Taala səni görür. Allah Taala səni eşidir. Allah Taala səndən xəbərdardır. Nə baş verir dəyərli qardaş? Özünü düzəldirsən. Allah Taala Quran-ı Kərimdə buyurur ki: "Valillahil əsmaul husna." Allahın gözəl adları var. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki: "İnne lillahi 99 ismen mi'atun illa vahidan." Saydığımızda Allahın 99 dənə ismi var ki, "Men ahsaha dakhalal cennet." Kim onları saysa cənnətə daxil olar. Elm əhli dəyərli qardaşlar, saymaq barədə deyirlər ki, tək saymaq deyil. Məsələn, Allah, Ar-Rahim, Ar-Rahman, Əl-Məlik, Əl-Quddus, tək bu deyil. Saymaq 3 dənə əzəmətli mənanı özündə əhatə eləyir. Birinci, onları əzbərləmək, bəli, 99 ismi əzbərləmək. İkinci, onların mənalarını bilmək. Üçüncü isə o mənalar üzərində Allah Taala'ya ibadət eləmək. Sən Allaha Ar-Raqib adı üzərində necə ibadət edə bilərsən? Nə deməkdir Allah Taala'nın Ar-Raqib adı? Yəni Allah səni görür. Allah sənə nəzarət eləyir. İnna Allaha kana aleykum raqibə. Sən biləndə ki, Allah görür. Sözlər və fikir verirsən. Sən biləndə ki, Allah görür. Əməllər və fikir verirsən. Sən biləndə ki, Allah görür. Zülmə son qoyursan. Sən biləndə ki, Allah görür. Öz üzərində islahat aparırsan. Həmçinin Şeyx Hafizahullah buyurur ki, qəlbin istiqamət üzərində olmasının əsas səbəblərindən də biri riyanı tərk eləmək, dəyərli qardaşlar. Hər bir insanın nəfsinə ağır gələn və ya onun üçün çətin olan əməllərdən biridir. Allah Taala bütün bu şeyxin saydığı əməlləri bizim üçün asanlaşdırsın yaşamağı. Qəlbimizi Allah Taala istiqamət üzərində etsin. Şeyx buyurur ki, Hafizahullah, riyanı tərk eləmək, riyadan çəkinmək. Peyğəmbər sallallahu aleyhi və səlləm Uqbət ibn Amirin rivayətində buyurur ki, "Əksər münafiqu ümməti qurra'uha." Ümmətimin münafiqlərinin əksəriyyəti kimlərdir? Qariləri, oxuyanları, Quran oxuyanları. Baxırsan, əksər insanlar, Quran oxuyan insanların əksəriyyəti riyakarlıq edir səsləri ilə, riyakarlıq edir mükəmməl təcvid bilməsi ilə, xüsusən də o kəslərin üzərində ki, onlardan zəif oxuyur. Vallahi Quran-ı Kərimi Allah Taala sənə gözəl səslə, təcvidlə, gözəl avazla oxumağı nəsib eləyibsə, ona görə Allah'a həmd elə və onu başqasına öyrət. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Xayrukum men tealleme'l Kur'an ve allemehu." Sizin ən xeyriniz kimdir? Hə, dəyərli qardaşlar, kimdir? Quranı öyrənən və digərlərini öyrədəndir. Bunu insanlara göstərərək etməkdənsə, Allah həmd elə, Allah şükür, Allah səndə saxlasın. Vallahi Allah Taala verdiyi kimi alar. Verdiyi kimi alar, Allah Taala qalarsan Quransız. Öyrət başqalarına. Onunla riyakarlıq deyil.
Sədəqəni verməklə riyakarlıq eləmə. Salih əməlləri bacarırsan, Allah sənə nəsib eləyir, insanlara göstərmə. Çünki əməlləri Allah Taala qəbul edir. Qiyamət günü Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, qiyamət günü Allah Taala riyakarlara deyəcək. Gedin kimin yanına? İzhabu ilə mə kuntum turaun fi'd-dunya. Gedin əməllərinizi kimə göstərirsiniz onların yanına. Həl təcidun indahum cəzaən. Sizə bir mükafat verə biləcəklər? Verə bilməyəcəklər. Əməllər Allah üçün olmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İnnə əxvəfə mə aleykum əşşirkul asğar. Sizin üçün ən çox qorxduğum şey nədir? Kiçik şirk. Soruşurlar ki, ya Rasulallah, nədir o? Deyir ki, ər-riya. Nədir riyanın tərifi, dəyərli qardaşlar? Əməli göstərmək. Etdiyin əməli Allahdan qeyrisinə göstərmək. Olmaz belə. Əməl kimin üçün olmalıdır? Aləmlərin də bolun Allah. Çünki əmələ görə mükafatı Allah verəcək. Əmələ görə cəzanı yenə Allah Taala verəcək. Bir qula yaraşmaz ki, etdiyi əməli Allahdan qeyrisi üstün etsin. Həmçinin şeyx buyurur ki, Hafizahullah, qəlbin istiqamət üzərində olmasının əsas səbəblərindən də biri həsədi tərk eləmək, dəyərli qardaşlar. Və bu da çətindir. Allah Taala bizi bundan xilas eləsin, hər birimizi. İbn Teymiyyə rahimehullah deyir ki, Mə xalə cəsədun min həsəd. Elə bir bədən, elə bir cəsəd, elə bir insan yoxdur ki, onun qəlbində həsəd, paxıllıq olmasın. Məndə də var, səndə də var, onda hamımızda var. Lakin nə deyir? Vələkinnəl kərim, lakin yaxşı adam, Allahdan qorxan adam, Allahın qəza və qədərinə razılaşan, Rəbbim istəyib verib, Rəbbim istəyib izzətləndirib, Rəbbim istəyib onu ucaldıb, belə etiqad eləyən insan yuxfihi, o həsədi gizlədir. Nəhnu qasamna beynəhum məişətəhum fil həyatid dunya. Allah Teala deyir ki, biz onların dünyadakı güzaranlarını bölmüşük. Allah Teala bölüb ruzunu. Allah Teala bölüb əməlləri. İmam Malik rahimehullah'a abidin biri məktub yazır. Deyir ki, şeyx, abid adamdır, ibadət əhlidir. İmam Malik də Mədinənin böyük alimlərindən idi. Peyğəmbər sallallahu əleyhi və səlləm məscidində dərs deyirdi. Məktub yazır ki, şeyx, sən ancaq öyrənir və öyrədirsən. Yaxşı olar ki, biraz tərk eləyəsən öyrənib öyrətməyi, Allaha ibadətlə məşğul olasan. Yəni, biraz öz qayğıva da qal. İndi abiddir, Allah nəsib eləyib ibadət, lakin görürsən ki, hər abiddə elm olmur. Elə abid var ki, elmi də var, həmçinin abiddir. Elə abid var ki, ibadət əhlidə amma elmi yoxdur. Şeyx onun məktubunu qəbul eləyir. Deyir ki, Aleykumussalam və rəhmətullahi və barakatuhu. Allah səndən razı olsun. Gözəl nəsiyyət eləmisən. Lakin deyir, Allah Taala qulların ruzularını böldüyü kimi, onların əməllərini də bölüb. Allah Taala bəzilərinə cihad eləməyi, bəzilərinə oruç tutmağı, bəzilərinə çoxlu namaz qılmağı, gecələr Allaha ibadət eləməyi, sədəqə vermək və s. bu kimi ibadətləri asanlaşdırıb, bəzilərinə də elm öyrənməyi. Sonra deyir ki, Allah mənə elm öyrənib öyrətməyi asanlaşdırıb, sənin üçün də ona ibadət eləməyi asanlaşdırıb. Lakin mən elə zənn edirəm ki, hər ikimiz xeyir üzərindəyik. Görsən, həsəd yoxdur, paxıllıq yoxdur. Bir kəlmə deyə bilərdi ki, cahil adamsan, ged ibadətinlə məşğul ol. Bəzi təkəbbürlü insanların əksinə olaraq 2 kəlmə öyrənir, özündən təcrübədə, elmdə, ədəbdə, əxlaqda, həyat təcrübəsində üstün olanlara meydan oxuyur. Vallahi bu səni uzatmaz. Allah Teala deyir ki, Quran-ı Kərimdə tuzillu mən təşə, istədiyi izzətləndirirsən, tuizzu mən təşə və tuzillu mən təşə, istədiyi izzətləndirib, istədiyi zəlil edirsən. Biyədikəl xayr. Çünki xeyir sənin əlindədir. Bu da xeyirdir. İzzəti sən verirsən. Əgər sən izzət verməsən, insanlar zəlildir. Ömər radiyallahu anh nə deyir? Rəzil bir qövm idi. Allah bizə İslamı verdi, izzətləndirdi. Əgər İslamdan qeyrisində izzət axtarsaq, Allah Teala bizi qaytaracaq hara? Həmin rəzilliyə. Həsəd ağırdır, dəyərli qardaşlar. Allah Teala hər birimiz o bəladan qorusun. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Abu Hureyranın rivayətində İyyəkum vəl həsəd, həsədi tərk eləyin, həsəddən çəkinin, fə innəl həsəd,
Niyə görə çəkinin dəyərli qardaşlar? Niyə görə biz bu həsəd adlanan murdar xəstəliyi tərk eləməliyik? Çünki bizə bütün insanlar bizi tək qoyub. Bizə əsl dostluğu eləyən bir şey alacaq bizdən. Nədir o? Əməllər. Bütün insanlar bizi harda tərk eləyəcək? Qəbrə qoyulanda. Nə qalacaq orada? Əməllər. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, فَإِنَّ الْحَسَدِ Həqiqətən də həsəd yəkulul həsənət. İnsanın salih əməllərini yer, yəni pus eləyir. Kəmə təkulun narul hatab. Necə ki, odunu yediyi kimi. Yəni, həsəd varsa səndə, vallahi bugündən tövbə elə. Qəlbimi təmizlə o murdar xəstəlikdən. Həmçinin həsəd eləyən, aləmlərin Rəbbi olan Allaha deyir ki, ona ruzunu biraz çox vermirsən. Düz eləməmisən. Mən də layiqəm, mənə də verməlisən. Bəladır, təsəvvür elə. Allah Teala hər birimizi bu murdar xəstəlikdən qorusun. Sonra Şeyx Arafat Hafizahullah buyurur ki, həmçinin çəkinmək lazımdır nəydən? Bu da qəlbi məsələdir. Qəlbin istiqamət üzərində olmasının əsas səbəblərindən biridir kindən. Kin. Möminin qəlbində kin olmaz dəyərli qardaşlar. Ola bilər atışarsan, necə deyərlər, dalaşarsan, arada mübarizə olar, mübahisə olar. Lakin sonda Allah sənin qəlbinə bir rəhmət yerləşdirib. Allah sənə bir bağışlamaq qabiliyyəti verib. Allah Teala sənə təvazükarlıq öyrədib. Əhnəf ibn Qeys rahiməhullah deyirlər ki, məl insaniyyə. İnsanlıq nə olan şeydir izah elə. 3 dənə şey sayır. Birini deyəcəm dəyərli qardaşlar. Buyurur ki, ət-tavadu indər-rif'a. İnsanlığın ən bariz nümunələrindən biri Allah səni izzətləndirdi, sən özünü təvazükar apardın. Yəni alçatdın. Allah səni qaldırır, sən özünü alçaldırsan. İnsanlıq budur. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, haqlı olaraq tərk eləmək, haqlı olaraq bir məsələni dəyərli qardaşlar tərk eləmək ağır bir şeydir. Lakin böyük bir mükafatı var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim haqlı olaraq məsələdən çəkinsə, tərk eləsə, mükafat nədir dəyərli qardaşlar? Cənnətin kənarında Allah sənə ev verəcək. Allah Teala deyir ki, Quran-ı Kərimdə buyurur ki, Allah Teala ayədə Həşr surəsində وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَ بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ. Allah Teala deyir ki, onlardan sonra gələnlər, sahabelərdən sonra, sən kimdən sonra gəlmisən? Abu Bakırdan sonra, Ömərdən, Osmandan, Əlidən, Həsəndən, Hüseyndən, Muaviyyədən, onlardan sonra gəlmisən. Allah Teala ayədə görün nə dedir? Onlardan sonra gələnlər. Əgər Allahın dediyini eləsən, onlardan sonra gələnlərin vəsfi səndə var. Allah sənin haqqında Quran-ı Kərimdə ayə nazil edib. Onlardan sonra gələnlər Allaha deyərlər ki, ey Rəbbimiz, bizi və bizdən əvvəl imanda bizi ötən, yəni bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla və bizim qəlbimizdə iman gətirənlərə qarşı kin, nifrət, küdurət eləmə. Bir mömin qardaşla necə nifrət eləyə bilər? Bidətə, bidətin əhlinə, küfrə, küfrün əhlinə, xurafata, xurafatın əhlinə hamımız nifrət eləyirik. Əsasdır dinimizdə. Lakin mömin möminə nifrət eləməz. Möminin qəlbində möminə qarşı kin, həsəd, paxıllıq olmaz. Nə olursa olsun, sən bağışlaya bilərsən. Bağışlayan tərəf sən ola bilərsən. وَلَا تَنْسَوُ الْفَضْلَ بَيْنَكُمْ. Allah Teala deyir ki, bir-birinizi bağışlamağı, bir-birinizə güzəşt eləməyi yaddan çıxarmayın. Unutmayın əfs eləməli. Nəyi? Bağışlamağı. Ət-təğaful. Görməzdən gəlməyi. Bugün heç kim görməzdən gəlmir dəyərli qardaşlar. Sən dedin, mən ikisini deyəcəm. Sən ikisini dedin, mən 5'ini deyəcəm. Vallahi belə deyildi sahabələr. Vallahi belə deyildi tabeinlər. Onlardan sonra gələn ətbə tabeinlər və böyük din imamları belə deyildilər. Kim bağışlayırsa, necə Allah Teala deyir? Kim səbir etsə, zəfəri o qazanacaq. Dəyərli qardaşlarım, son olaraq Allah Teala'nın bu ayəsini istəyirəm deyim. Allah Teala buyurur ki, وَلَا تَسْتَوِ الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ. Yaxşılıqla pislik eyni deyil. İdfə billeti hiyə əhsən. Sən pisliyi
yaxşılıqla dəf elə. Fəizəl-ləzi beynəkə və beynəhu ədavətun kəənnəhu vəliyyun həmim. Sən o pisliyi yaxşılıqla dəf eləsən, kiminlə ki sənin aranda mübarizə, düşmənçiliyi var, sənin bu gözəl əxlaqının səbəbi ilə möhkəm dosta çevirəcək onu. Və mə yuləqqahə illəl-ləzinə sabaru və mə yuləqqahə illə zu hazzın azim. Bu vəsfi də kim qazana bilər? Böyük bir səbir sahibləri və dindən böyük bir payı olanlar. Allah Teala bizim hər birimizi bağışlayan və rəhmətli qullarından etsin. Allah Teala'dan istəyirəm ki, Allah Teala bu dediklərimizlə, daha doğrusu şeyxin dedikləri ilə hər birimizi faydalandırsın. Allah Teala bizim bədənimizdə əsas əza olan qəlbimizi islah etsin. Allah Teala qəlbimizi rəhmətlə, mərhəmətlə, tövhidlə, sünnətlə, bir-birimizi sevməklə, əxlaqla, təvazukarlıqla, ədəblə, bütün öz qatında tərifə layiq olan vəsiflərlə doldursun. Öz qatında, necə deyərlər, nifrətlə qarşılanan o murdar xislətlərdən Allah Teala qəlbimizi təmizləsin. Bütün xeyirlər Allahdandır. Xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır. Həmçinin elmimizin azlığından. Vəlhamdülillahi Rabbil aləmin.